Həqiqət şamı yandıqca yanacaq, söndüyü gün həqiqət parlayacaq. Həqiqət şamı romanını əslində keçən il ilk ağlıma gəlmişdi və ilk cümlələrini, ilk səhifələrini bir il bundan qabaq yazmışdım. Amma zaman keçdikcə düşündüm ki, Həqiqət şamı romanı ilə oxuyucu kütləsi qazanmağın bir qədər çətin olar. Və mən də başladım İntiqam Atəşi romanını yazmağa ki, İntiqam Atəşi romanı dedektiv janrındadır və Azərbaycanda daha çox oxuyucu kütləsinə çatacağına inanırdım. Həm də bir yandan da fikirləşirdim ki, Həqiqət şamı romanının fəlsəfi bir dəyəri var, daha çox konkret mesajlar verir və bu səbəblə də yazmaq daha çətindir. Və onun üçün daha çox təcrübə toplamalıyam və gələcəkdə topladığım təcrübələrin nəticəsi olaraq Həqiqət şamı romanını yazmalıyam. Həm də həmin müddətdə İntiqam Atəşi romanının da artıq çap olunacağını, müəyyən bir oxucu kütləsi yaradacağına inanırdım. Amma həyat elə bir şeyə gətirib çıxartdı ki, indi müsabiqəyə hazırlaşıram və bu müsabiqəyə sadəcə 40 gün vaxtım qalıb. Buna görə də İntiqam Atəşi romanını yarıda saxladım 110-cu səhifəsində. Çünki 350-400 səhifə olmağını planlaşdırıram və 40 gündə bu qədər səhifəni yazıb çatdırmaq və həmin keyfiyyətə gətirib çıxarmaq mənim üçün qeyri-mümkündür. Başladım Həqiqət şamı romanını 7-ci səhifədən etibarən yazmağa. Hazırda 7 günüm keçib və 38-ci səhifəsindəyim. Ümid edirəm ki, qarşıdakı 40 gün içərisində ki, bunun 30 günündə romanı tamamilə yazıb bitirsəm, 100-120 səhifə olmağını planlaşdırıram. Yerdə qalan 10 gün içərisində də korreksiya və redaksiya eləyə bilərəm və ya elətdirə bilərəm. Bu mütləqdir. Bir romanı roman eləyən əsas hissələrdir. Yəni, sadəcə mənim yazdığım formatda olmur, gərək onu redaksiya eləyə bilim, redaksiya elətdirə bilim. Professional əllər lazımdır bunun üçün. Əlif səhvlərini düzəltmək və roman, kitab formatında strukturunu yaratmaq lazımdır. Əslində çox da həmin günləri fikirləşmirəm. Sabahı, birisi günü belə planlaşdırıram ki, qısa müddətdə romanın hamısını bitirə bilim və heç nədən kəsmədən, yarımçıq saxlamaq məcburiyyətində qalmadan bitirim. Sonra da redaksiya eləməyə vaxtım qalsın. Çünki onu düşünsəm, indiki işlərim axsayacaq və heç düşündüyüm şeyləri də həyata keçirə bilmədən vaxt gəlib keçəcək ki, bu 3-cü müsabiqədir və bundan əvvəlki 2 müsabiqədə mən həmin səhvə eləyib romanı başdan başlayıb çatdıra bilməmişdim. İndi nə edirəm? İndi də başdan başlayıram. Deyəsən, yenə eyni səhv edirəm, amma bu səfər daha deyir yastığıma, yorğanı necə bir şeydir o yorğanı, ayağı yorğanıma görə uzat. Həmin atalar sözünü nümunə alaraq itlər nə şey qaçırlar, at kimi qaçırlar itlər. Həmin atalar sözünü nümunə alaraq bu romanı, qısa həzmli bu romanı yazmağa başlamışam. Ümid edirəm ki, hər şey yaxşı olacaq və gələcəkdə həmin romanın pulu ilə qazanacağım. Hər birinizi salamlayıram. Bu günləri kitablardan bəhs eləyəcəm. Daha doğrusu, kitab yazmaqdan bəhs eləyəcəm. Hal-hazırda yazmağa davam etdiyim 2 romanım var. Bundan əvvəl də yoxladıqlarım var idi və düşündüm ki, yeni başlayan biri olaraq, həm ki, əgər yeni kitab yazmaq istəyən və ya buna başlamaq istəyənlər varsa, onlarla ən yaxşı mən empatiya qura bilərəm. Çünki mən də indi başlamışam, təzə başlamışam. Yəni, bir auditoriyadakı yan-yana oturan şagirdlər kimiyik. Necə başladım? Uşaqlıqdan əslində nələrsə yazırdım. Həmişə oxuduğum kitabların bənzərlərini yazırdım. Məktəb vaxtı kiçik hekayələr olurdu bizim kitablarda. Yəqin ki, xatırlayarsınız. Və hələ də məndə qalır. Onlara bənzər kiçik hekayələrdən ibarət bir kitab yazmışdım. Və məktəbdəki oxuduğum kitablarda başqa yazıçıların kitabları olduğu üçün mən bunu sinif yoldaşlarıma da verib yazdırmışdım. Yəni, kitab konseptini öyrənmişdim və həmin konsepti öz səviyyəmdə, yəni anladığım qədəri ilə həyata keçirmişdim. Şəkillərlə, öyrədici, nəsihət verici mini hekayələr yazmağa çalışırdım. Nəysə belə indi danışmaq kimi. Digər tərəfdən YouTube videolar çəkirdim. Həmin videolarda da nəyisə hekayələşdirmək lazım idi. İnsanlar hekayələri dinləməyi, hekayələri izləməyi sevirlər. Bir baxıma həyatım hekayələrdən ibarət idi. Yəni, həyatımın maraqlı hissəsi hekayələrdən ibarət idi və mən də yazırdım. Zaman keçdi, daha çox yazdım və böhran vaxtlarımda, xarakterimdə qüsurlar olanda artıq bunlardan yazmağa başlayırdım, əhvalım pis olanda. Sonra bunlar belə bir şeylə formalaşdı ki, Kədərin xoşbəxtliyi adı altında 2020-ci ildə bu qeyd kitabçasını yazmağa başlamışdım. Orada qeydlərdən ibarət idi. Gələcəkdəki Əbu Talibə, olmaq istədiyim Əbu Talib necə olmalıdırsa, özümü elə eləməyə çalışırdım. Yəni, onun üçün bir bələdçi, bir yol göstərən dəftərçə, qayda kitabı kimi bir şey idi. Yəni,
onu formalaşdırırdım, inşa eləyirdim. Düşünürdüm ki, əhvalım yerində olan vaxtlarda, psixologiyam yerində olan vaxtlarda bunları yazsam, tərtib eləsəm, yazarkən də düşünmüş oluram, həm də görürəm, həm də həmin cümlələri fikirləşirəm, özüm ona kodluyuram. Gələcəkdə həmin problemləri yaşayanda artıq bu problemlərin üstündən necə keçəcəm, bunlarla necə bacaracam, həmin suallara, həmin kitabçaya baxaraq cavab tapmış olum və əvvəlcədən beynimdə fikir formalaşdığı üçün həmin problemlərdən daha rahat keçə bilim. Əslində işə yaradı, xarakterim böyük ölçüdə həmin müddətdə dəyişdi. Bir çox baxımdan Kədərin Xoşbəxtliyi kitabı məni inkişaf elətdirdi ki, hələ də yazmağa davam edirəm. 40 il, 57 yaşıma qədər yazmağa davam edeyim. Nəysə, bunu yazandan sonra ilk roman sınağım, yəni ilk dəfə roman yazmağa cəhd eləməyimdə elə 2022-ci ildə olmuşdu. Yaşayan Ölülər kitabı ilə. Biraz fantastik kitab idi. Bu hekayəni mən tamamlamalıyam. Yəni, həyatda qalma tərzində Azərbaycanlı xarakterlərin olduğu bir hekayə yazmalıyam və Yaşayan Ölülər də 3-cü Dünya müharibəsindən sonra xarici bir ölkədə həyatda qalmağa çalışan Azərbaycanlı bir qrupdan bəhs eləyir. Qrup demək olmaz, bir ailədən bəhs eləyir. Yəni, xaricə gediblər, orada turist kimi yaşayırlar və həmin müddətdə 3-cü Dünya müharibəsi baş verir və aləm qarışır bir-birinə. Bizim baş qəhrəmanlarımız Yusif və həyat yoldaşı Aydan, uşaqları və bağban Yadigar ki, onu da özləri ilə aparıblar, xidmətçiləri kimi, birlikdə burada dağın başında həyatda qalmağa çalışırlar. Oradakı mübarizələrindən, sonradan formalaşan insan qruplaşmasından bəhs eləyir. 45-ci səhifəyə qədər yazmışdım və həmin müddətə qədər heç roman oxumurdum. Bura qədər yazandan sonra roman oxumağa başladım, bir neçə kitab oxudum və kitabları oxuyandan sonra gördüm ki, böyük bir əksikliyim var, mən dialoq yaza bilmirəm. Qətiyyən dialoq yaza bilmirəm. Yəni, təsvirlərim var. Kitab 45 səhifədir və bunun 35 səhifəsi tutalım ki, təsvirlərdən ibarətdir. Amma roman qətiyyən təsvirlərdən ibarət bir şey deyil axı. Oxuduğunuz romanlarda yəqin siz də diqqət eləmişsiniz, romanın əsas hissəsini əslində dialoqlar təşkil edir. Bunu görəndən sonra dedim ki, dialoqları düzəldim. Son səhifələrdə bir qədər dialoqları düzəltməyə başladım, amma zamanla gördüm ki, alınmır. Çünki bir yerə qədər yazmışsan, təməldən dəyişməlisən və 40 səhifəni dəyişmək səndə tıxanıqlıq yaradır. Uzun müddət kitab yazmadım. Sonra qərar verdim ki, bu Həqiqət Şamı romanı və İntiqam Atəşi romanı təqribən eyni vaxtlarda ilk səhifələrini, yəni mövzularını, strukturlarını qurduğum romanlardır. Düşündüm ki, bunları yazım. Həqiqət Şamı daha belə konkret bir ideyası olan roman idi. Yəni, bir mövzusu var idi, fəlsəfəsi var idi. İntiqam Atəşi isə detektiv janrında birbaşa başlamışdım, sonradan davam eləməli idim. Və qərar verdim ki, Həqiqət Şamını daha dəyərli eləməliyəm, daha sonra yazmalıyam. Ona görə də İntiqam Atəşi romanını yazmağa başladım. Videonun vaxtı yenə qutardı. Azərbaycan gəncinin gözündə dünya adlı həmin videoda 35 dəqiqə boyunca hər şeydən danışmışdım. Amma video çox da izləməmişdi. Deyirdilər ki, videonun arxa planı diqqəti yayındırır, videoya qarşı olan ciddiyyəti pozur. Mən də dedim ki, onda konseptimizi dəyişək. Hətta fikrimiz var ki, bu yaxınlarda podkast studiyası ilə danışaq və bir podkast videosu çəkək. Bu günləri öz videolarıma baxırdım. Çəkdiyim 4 il əvvəl, 5 il əvvəl Age of Story 2 videolarını izləyirdim. Oyunu sanki oynamıram, yaşayıram. Bu mənə də maraqlı gəlir. Çünki indi oyunun içindəyəm, yəni oyunun hər şeyini bilirəm və nəyi necə eləməli olduğumu görə bilirəm. Amma videoya baxıram ki, həmin vaxt ki, Əbu Talib bunu eləmir. Yəni çox belə sanki yuxarıdan, təpədən aşağıya sürülən bir maşındır və xalastoyda irəliləyir. Oyunu əməli başda elə oynayırmışam və yəqin ki, izləyicilər üçün diqqət cəlb edən hissəsi də bu olub həmin vaxtlar mənim videolarımın. İndi isə